Milli Məclisdə əslində tamam fərqli bir mövzuda başlanan müzakirə Ramiz Mehdiyev söhbəti ilə alovlandı və iki deputat arasında söz atışması yaşandı, mübahisə yaşandı Tənzilə Rüstəmxanlı ilə Siyavuş Novruzov arasında. Bu barədə başlayaq danışmağa və növbəti xəbərlərlə də efirimiz davam edəcək. Milli Məclisin iclasında çıxış edən deputat Tənzilə Rüstəmxanlı 18 oktyabr müstəqilliyin bərpası günü münasibəti ilə təbriklərini çatdırıb. Musavat.com-un xəbərinə görə daha sonra o, başda Ulu Öndər Heydər Əliyev olmaqla Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı və ilə andığını vurğulayıb və bildirib ki, onların xidmətlərini əsla və əsla unutmaq olmaz. Ardınca komitə sədri Siyavuş Novruzov çıxışa yazılaraq xanım həmkarlının fikirlərinə reaksiya verib və bildirib ki, Azərbaycanın müstəqilliyinə o zaman Ali Sovetin üzvü olan 350 nəfərdən 271 nəfər səs verib. İclasa isə Ziyad Səmədzadə sədrlik edib. Siyavuş Novruzov həmin 43 nəfərin isə referendum əleyhinə səs verdiklərini xatırladıb. Deyir, müstəqillik başqa şeydir, referendum əleyhinə isə başqa şeydir. Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycanın müstəqilliyinin bərpasına səs verib. Və belə bir məqamda isə spiker Sahibə Qafarova reaksiya verib bu mübahisəyə və deyib ki, çıxışlarda bəzi nöqsanlar var, nöqsanlar olur ümumiyyətlə, mümkündür də olması. Buradakı çıxışlarda da bəzi nöqsanlar oldu. Mən sonra sizinlə ayrı bir məsələni də danışacağım deyə spiker Sahibə Qafarova reaksiya verib. Növbəti məsələlərin müzakirəsi zamanı isə Tənzilə Rüstəmxanlı yenidən söz alıb və yenidən bu mövzuya qayıdıb, dəyərli izləyicilər. Deyib, Sahibə xanım, mənim sizə çox böyük bir hörmətim var, amma buna cavab verməsəm olmaz. Çünki Siyavuş Novruzov məni saxtakar adlandırdı. 1991-ci ildə 7 mart iclası SSR-nin bərpa edilməsinə dair referendumun keçirilməsi ilə bağlı idi. Heydər Əliyevin də təmsil olunduğu 43 nəfər həmin referendumun əleyhinə səs verdi. Mən onu vurğulamağa çalışıram. Mən bu prosesin içərisində idim, qadınlarımız da ön sıradaydı deyə bir xatırlatma edib. Deyir, mən çox istərdim ki, Siyavuş Novruzov dövlət çevrilişində ittiham olunan Ramiz Mehdiyevin əleyhinə də 10 il əvvəl danışıb bir tarix yazardı deyə həm də bu məsələdə bir xatırlatma edib. Siyavuş Novruzov növbəti dəfə söz istəyib, təbii cavab vermək üçün, amma spiker Sahibə Qafarova çıxışa ehtiyac görməyib və bu mövzuların plenar iclasda müzakirəsini də düzgün hesab etməyib. Gördüyünüz kimi, məsələ böyümək üzrə olarkən Sahibə xanım Qafarova bu məsələyə müdaxilə edib və onun böyüməsinin də qarşısını alıb, dəyərli izləyicilər. Amma hiss olunur ki, bir atımlı, yəni belə deyək, böyük bir gərginliyin astanasında bir addımlığında olub proseslər